Yer kürəsində çəkilə bilən ən uzun çevrə ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Yer kürəsində çəkilə bilən ən uzun çevrə ekvator çevrəsidir. İndi isə gəlin ekvator çevrəsi ilə bağlı cədvəldəki uyğunluğa baxaq. A. Uzunluğu 40.076 kilometrdir. Qarşısına yanlış yazılıb. Bu yanlış deyil. Ekvator çevrəsinin uzunluğu elə 40.076 kilometrdir. B. Bütün meridianlarla kəsişir, qarşısına doğru yazılır. Bəli, ekvator çevrəsi bütün meridianlarla kəsişir. Odur ki, cavabımız B bəndidir. C. Şərq və qərb yarımkürələrinin sərhəddini təşkil edir. Qarşısına doğru yazılıb. Bu doğru ola bilməz. Şərq və qərb yarımkürələrinin sərhəddini təşkil edir Greenwich meridianı və 180 dərəcəlik meridian xətti. D. 1 dərəcəlik qövsünün uzunluğu 111,3 kilometrdir. Doğru fikirdir. Lakin qarşısına yanlış yazılıb. E. Yerin şimal və cənub yarımkürələrinə ayırır. Ekvator xətti yerin şimal və cənub yarımkürələrinə ayırır. Qarşısına yanlış yazılıb, yanlış ola bilməz. Cavab B bəndidir. 18-ci saat qurşağının orta meridianı. 18-ci saat qurşağı 12-ci saat qurşağından böyükdür. Məlumdur ki, bu saat qurşağı qərb yarımkürəsində yerləşəcək. Bunun hansı coğrafi uzunluq olduğunu tapmaq üçün biz ilk olaraq 24-dən çıxmalıyıq 18-i, bu da edəcək 6. Biz 6-nı vursaq 15-ə edəcək 90 dərəcə. Qeyd etdik ki, bu qərb yarımkürəsindədir. Cavab 90 dərəcə qərb uzunluğu B bəndi. Miqyassız, konturlu və xətti şərti işarələrə uyğun gələn coğrafi obyektləri müvafiq ardıcıllıqla göstərin. A. Qumluq. Qumluq miqyassız deyil, konturludur. Deməli, A bəndi müvafiq ardıcıllığın göstərildiyi bənd deyil. B. Tək ağac miqyassızdır. Çəmənlik konturludur. Yel dəyirmanı xətti deyil, miqyassızdır. Deməli, B bəndi uyğun bənd deyil. C. Taxta körpü miqyassızdır. Şoranlıq konturludur. Suvarma kanalı xəttidir. Hər üçündə ardıcıllıq gözlənilib. Deməli, cavab C bəndidir. Digər bəndlərə də baxaq. D bəndində su quyusu miqyassızdır. Avtomobil yolu konturlu deyil, xəttidir. Deməli, D-də uyğunluq pozulub. E bəndi uçurum miqyassız verilib. Yarğan konturlu, qırılmış meşəyə xətti verilib. Burada uyğunluq gözlənilməyib. Çünki qırılmış meşə xətti deyil, konturludur. Cavab C bəndidir. Sxemə əsasən daxili və xarici horizontal arasındakı hündürlük fərqi 30 metrdir. A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Daxili ilə xarici horizontal arasındakı hündürlük fərqi 30 metrdirsə, biz 30-u bölməliyik 1, 2, 3-ə. Çünki 3 horizontal arası var, edəcək 10 metr. Deməli, kəsmə yüksəkliyi 10 metrdir. Əgər xarici horizontal 400 metrdirsə, A nöqtəsi ondan 20 metr daha yüksək olacaq. 400-ün üzərinə 10, 10 da üzərinə 10 gələndə 420 metr eləyəcək. Cavab D bəndi. 40 dərəcə şimal enliyi hansı materiklərlə kəsişir? 40 dərəcəlik şimal enliyinin kəsişdiyi materiklər Şimali Amerika və Avrasiya materikləridir. Digər distraktorlara baxsaq, Afrika materiki 40 dərəcəlik şimal enliyi ilə kəsilə bilməz. Eləcə də Avstraliya cənub yarımkürəsində yerləşir. Antarktida da cənub yarımkürəsində yerləşir. Cənubi Amerikada 40 dərəcəlik şimal enliyi ilə kəsişə biləcək materiklərdən deyil. Cavab D bəndidir. İcmal xəritələri müəyyən edin. Biz bilirik ki, icmal xəritələr kiçik miqyaslı xəritələrdir. Yəni, miqyası 1/1 milyondan daha kiçik olan xəritələr. Verilmiş miqyaslara diqqət eləsək, 3 rəqəmi ilə işarə olunmuş, 5 rəqəmi ilə işarə olunmuş və 6 rəqəmi ilə işarə olunmuş kiçik miqyaslı xəritələrə uyğun gəlir. 1/5 milyon miqyası, 1/3 milyon 500 min və 1/20 milyon miqyası. Cavab 3, 5, 6 B bəndidir. Doğru fikri müəyyən edin. A. Alt mantiyada temperaturun yüksək olmasına baxmayaraq, maddələrin böyük təzyiq altında olması onları sıxılmış vəziyyətdə saxlayır. Bu fikir doğru fikirdir. Deməli, tapşırığımızın cavabıdır.
B. Ant dağları və Perunovu Sakit Okean və Natska litosfer tavalarının divergent sərhədində yaranmışdır. Fikir doğru deyil. Ant dağları Perunovu Sakit Okean, Nazca tavalarının divergent sərhəddi deyil. Nazca və Cənubi Amerika tavalarının konvergent sərhəddində yerləşir. C. Böyük litosfer tavaları həm materik, həm də okean yer qabığına malikdir. Bu bütün böyük litosfer tavaları üçün xas deyil. Sakit okean litosfer tavası yalnız okeanik yer qabığına malikdir. Orada materik yer qabığı yoxdur. D. Yer qabığı ilə üst mantia arasındakı sərhəd Konrad sərhəddi adlanır. Konrad sərhəddi bazalt və qranit qatları arasındadır yer qabığında. Deməli, doğru deyil. Litosfer tavalarının hərəkəti nəticəsində Sakit Okeanın sahəsi tədricən artır. Xeyr, artmır. Sakit Okeanın sahəsi tədricən azalır. Sakit Okean qədim okeandır. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. A. Obyektin sahəsini təyin etmək olur. Xətti şərti işarələrlə obyektin sahəsini təyin etmək olmur, amma konturlu şərti işarələrlə mövcuddur. Deməli, A. Ortaq xüsusiyyətdir. Xəritənin tərtibində istifadə olunur. Həm konturlu şərti işarələr, həm də xətti şərti işarələrlə xəritənin tərtibində istifadə olunur. C. Yalnız obyektlərin uzunluğunu təyin etmək mümkündür. Yalnız uzunluq yazılıb. Yəni ki, xətti şərti işarələrlə yalnız uzunluq olur, konturlu şərti işarələrlə isə uzunluq, ümumiyyətlə sahəni müəyyən etmək olur. D. Yalnız planın tərtibində istifadə olunur, yəni yalnız söz işlənir. Xeyr, biz artıq qeyd etdik ki, xəritənin tərtibində də istifadə olunur. Bataqlıq və şoranlıqlar aiddir, bu konturlu şərti işarələrə aiddir, xətti şərti işarələrə aid deyil. Cavab B bəndidir. Səyyah 270 dərəcəlik azimutlu 15 km, sonra isə cənuba doğru daha 15 km yol getdi. O, başlanğıc məntəqəyə ən qısa yolla hansı azimut və istiqamətdə qayıtmalıdır? Səyyahın hərəkət trayektoriyasını sxematik təsvir edək. Səyyah X məntəqəsindən 270 dərəcəlik azimut, yəni qərb istiqamətində 15 km yol gedir. Sonra cənuba doğru hərəkət eləyir, çatır Y məntəqəsinə 15 km-də qeyd edək. İndi o, başlanğıc məntəqəyə ən qısa yolla hansı azimut və istiqamətdə qayıtmalıdır? Başlanğıc yol X-dir, X məntəqəsidir, başlanğıc məntəqə hansı azimutla qayıtmalıdır? Buradan görürük ki, 45 dərəcəlik azimut şimal-şərq istiqaməti. Cavab E bəndi. Xəritə sxemə əsasən zəlzələ baş vermə ehtimalı daha az olan əraziləri müəyyən edin. Biz bilirik ki, zəlzələlər daha çox geosinkronal sahələrdə baş verir. Platforma sahələrində isə zəlzələ baş vermə ehtimalı daha azdır. Verilmiş ərazilərdən 1, 4 və 3 rəqəmi ilə işarələnən ərazilər geosinkronal sahələrə uyğun gəlir. 2 və 5 rəqəmi ilə işarələnmiş ərazilər isə platforma sahələrinə uyğun gəlir. Deməli, doğru cavab B bəndi olacaq. Cənubi Amerika materikinin ucqar şərq nöqtəsi 35 dərəcə qərb uzunluğu, qərb nöqtəsi isə 81 dərəcə qərb uzunluğunda yerləşir. Bu iki nöqtə arasındakı yerli vaxt fərqini hesablayaq. Əvvəlcə gəlin, Cənubi Amerika materikinin ucqar şərq və qərb nöqtələri arasındakı dərəcə fərqini hesablayaq. Qeyd olunur ki, ucqar qərb nöqtəsi 81 dərəcə qərb uzunluğundadır, şərq nöqtəsi isə 35 dərəcə qərb uzunluğundadır. Onda bu iki nöqtə arasındakı dərəcə fərqi 81 dərəcə çıxılsın 35 dərəcə, 46 dərəcə edəcək. 46 dərəcə isə biz bunu yerli vaxt fərqinə çevirsək, 3 saatımız eləyir 45 dərəcə, yəni 15 vurulsun 3 bərabərdir 45 dərəcə. Geri qalır bizim 1 dərəcəmiz. 1 dərəcəmiz isə 4 dəqiqəyə bərabərdir. Bu halda doğru cavabımız 3 saat 4 dəqiqə edəcək. Cavab A bəndidir.
Hansı kartoqrafik təsvirdə miqyas daha böyük olar? Sadə test tapşırığıdır və tapşırığın doğru cavabı E bəndi Laçın şəhərinin planı. Belə ki, planın miqyası digər kartoqrafik təsvir vasitəsi olan xəritə ilə müqayisədə daha böyükdür. Hekla vulkanının Fudziyama vulkanından fərqli xüsusiyyətini müəyyən edək. Hekla vulkanı biz bilirik ki, İslandiya adasında, Fudziyama vulkanı isə Yapon adalarında yerləşir. Burada doğru cavab A bəndidir. Belə ki, Hekla vulkanı divergent sərhəddə yerləşir, Fudziyama vulkanı isə konvergent sərhəddə yerləşir. Yəni, Hekla vulkanı Şimali Amerika və Avrasiya litosfer tavalarının aralanma zonasındadır. Fudziyama vulkanı isə qövsvarı adalar olan Yapon adalarındadır. Hansı ki, Sakit Okean tavası ilə bu zonada Avrasiya tavası toqquşur. Digər distraktorlara nəzər yetirsək, fəaliyyətdə olan vulkandır. Bunların hər ikisi fəaliyyətdə olan vulkandır. Şimal yarımkürəsində yerləşir. Hər ikisi artıq qeyd etdik ki, onlar adada yerləşən vulkanlardır. Sönmüş vulkanlar deyil bunlar. Cavabın A bəndi olması öz təsdiqini təkrar olaraq tapdı. Meridian çevrəsi ilə Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluqları arasındakı fərqi hesablayın. Biz artıq bilirik ki, meridian çevrəsinin uzunluğu 40.009 kilometrdir. Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğunu tapmaq üçün bu enlikdəki 1 dərəcəlik qövsün uzunluğu olan 85,4 kilometrdən istifadə edəcək. Biz əgər 85,4 kilometri 360 dərəcəyə vursaq, bu çevrənin uzunluğunun 30.744 kilometr olduğunu tapmış olarıq. Biz 30.744 kilometri də 40.009 kilometrdən çıxsa, fərqin 9265 kilometr olduğunu görərik. Cavab E bəndidir. Yer kürəsinin sxemdəki vəziyyətinə uyğun gələn əlamətləri müəyyən edin. Sxemə diqqətlə nəzər yetirsək, şimal qütb dairəsindən şimalda qalan ərazilərdə qütb gecəsinin, cənub qütb dairəsindən cənubda qalan ərazilərdə isə qütb gündüzünün olduğunu görərik. Bu hal 22 dekabr tarixinə uyğun gəlir, yəni qış gün dönümü tarixinə uyğun gəlir. İndi isə gəlin əlamətlərə bir-bir nəzər yetirək. Avstraliya materikində yay fəsli başlayır. Avstraliya materiki cənub yarımkürəsindədir. Bu halda Avstraliya materikində ilə yay fəsli başlayacaq. Günəş ekvator xətti üzərindədir. Xeyr, bu səhvdir. Günəş cənub tropiki xətti üzərində zenitdədir. Cənub qütb dairəsində qütb gündüzüdür. Bəli, sxemdən aydındır ki, cənub qütb dairəsində qütb gündüzüdür. Yaz gecə gündüz bərabərliyi günüdür. Bu gün üçün xas deyil, çünki günəş cənub tropiki xətti üzərində zenitdədir. Yaz gecə gündüz bərabərliyi günündə isə günəş ekvator xətti üzərində zenitdə olur. 23 sentyabr tarixidir. Biz artıq qeyd etdik ki, tarix 22 dekabrdır. Cavab 1-3 E bəndidir. 80 dərəcəlik paralel üzrə yerin öz axı ətrafında fırlanma sürəti 291 km/saat olarsa, bu paralelin 1 dərəcəlik qövsünün uzunluğunu hesablayın. Biz əvvəlcə gəlin 80 dərəcəlik paralel çevrəsinin ümumi uzunluğunu hesablayaq. Burada qeyd olunur ki, fırlanma sürəti 1 saatda 291 kilometrdir. Biz əgər 291 km/saatı 24 saata vursa, paralel çevrəsinin uzunluğunun 6984 kilometr olduğunu tapmış olarıq. 6984 kilometri də bölsək 360 dərəcəyə, 80 dərəcəlik paralel üzrə 1 dərəcəlik qövsün uzunluğunun 19,4 kilometr olduğunu görərik. Cavab D bəndidir. Mezozoy və Kaynozoy eralarının oxşar əlaməti. Test tapşırığının doğru cavabı C bəndidir.
Belə ki, həm mezozoy, həm də kaynozoy 3 geoloji dövrə ayrılır. Mezozoy Trias, Yura və Təbaşir, kaynozoy isə Paleogen, Neogen və 4-cü dövrlərinə ayrılır. Digər distraktorlara nəzər yetirsək, A bəndində verilir ki, 4-cü dövr buzlaşması baş vermişdir. Bu mezozoya aiddir, sırf kaynozoya aid bir əlamətdir. Pangeya, Lavrasiya və Gondwana qurularına parçalanmışdır. Bu ümumiyyətlə paleozoya aiddir. Mezozoy və kaynozoya aid ola bilməz. D. Kriptozoy eonuna aiddir. Xeyr, həm mezozoy, həm kaynozoy fanerozoy eonuna aiddir. Kaledon qırışıqlığı baş vermişdir. Kaledon qırışıqlığı paleozoyda baş vermişdir. Bakıdan cənub istiqamətində hərəkətə başlayan səyyahın çatdığı A məntəqəsi ilə cənub tropik xətti arasındakı ən qısa məsafə 4828,5 kilometrdir. A məntəqəsinin coğrafi koordinatlarını müəyyən edin. Əvvəlcə gəlin 4828,5 kilometri dərəcəyə çevirək. Məlumdur ki, hərəkət cənub istiqamətində, yəni meridian xətti üzrə olub. Bu halda biz 4828,5 kilometri 111-ə bölməliyik. Bu da edəcək 43,5 dərəcə. Deməli, A məntəqəsi ilə cənub tropik xətti arasında 43,5 dərəcəlik fərq var. Biz cənub tropik xəttini sxemdə qeyd edək. Cənub tropik xətti 23,5 dərəcə cənub enliyidir. A məntəqəsini isə ixtiyari bir yerə qoyaq və üzərinə qeyd edək ki, A məntəqəsidir. Cənub tropik xətti ilə A məntəqəsi arasında 43,5 dərəcə fərq var. Biz 23,5 dərəcədən 43,5 dərəcəni çıxsaq, edəcək -20, yəni dərəcə, yəni ekvatorun şimal hissəsinə keçəcək avtomatik. Deməli, 20 dərəcəlik şimal enliyi. A məntəqəsinin coğrafi enliyi 20 dərəcəlik şimal enliyidir və hərəkət Bakıdan davam edib. Bakının da coğrafi uzunluğu 50 dərəcəlik şərq uzunluğudur, yəni meridian üzrə cənub istiqamətdə hərəkətə başlayıb. Deməli, A məntəqəsinin coğrafi koordinatları 20 dərəcəli şimal enliyi və 50 dərəcə şərq uzunluğudur. Cavab D bəndidir. Mətndə bəhsi keçən işıqlanma qurşağı ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. A işıqlanma qurşağı Afrika materikinin böyük hissəsini əhatə edir. Yalnız bir materikdə mövcud deyil. Burada gecə və gündüzün adi növbələşməsi pozulmuş. Burada söhbət tropik işıqlanma qurşağından gedir. Çünki tropik işıqlanma qurşağı Afrika materikinin böyük bir hissəsini əhatə edir. Materik hər iki tropik xətti ilə kəsişdiyindən onun mərkəzi hissəsində qalan ərazi tropik işıqlanma qurşağına uyğun gəlir. Məlumdur ki, tropik işıqlanma qurşağında gecə və gündüzün adi növbələşməsi pozulmaz. Yalnız bir materikdə mövcud deyil, bu da Antarktida materikidir. İndi isə gəlin tropik işıqlanma ilə bağlı cədvəldəki uyğunluğu müəyyənləşdirək. A. Günəş zenitdə olur, yanlış, xeyr, yanlış ola bilməz. Çünki tropik işıqlanma qurşağı ilə günəşin zenitdə olduğu qurşaqdır. B. Azərbaycan bu işıqlanma qurşağında yerləşir. Xeyr, Azərbaycan mülayim işıqlanma qurşağında yerləşir. C. Şimali Amerika materikində mövcud deyil, xeyr, mövcuddur. Şimali Amerika materiki şimal tropik xətti ilə kəsişir. D. Şimal tropik xətti onun şimal sərhəddini təşkil edir. Bəli, şimal tropik xətti onun şimal mülayim qurşaqla olan sərhəddini təşkil edir. Lakin qarşısına yanlış yazılıb, bu yanlış ola bilməz. Nəhayət sonuncu ekvator xətti bu qurşağın tən ortasında yerləşir. Bu doğrudur. Ekvator xətti tropik işıqlanma qurşağının mərkəzi hissəsində yerləşir. Cavab E bəndidir. Hansı miqyaslı xəritədə kartoqrafik generalizasiya daha böyük olar?
Kartoqrafik generalizasiya xəritənin məqsədindən və miqyasından asılı olaraq oradakı obyektlərin seçilib sadələşdirilməsidir. Deməli, xəritənin miqyası kiçildikcə generalizasiyanın kəmiyyəti artır. Odur ki, verilmiş miqyaslardan ən kiçiyini seçməliyik. Cavab C bəndidir. 1 bölünsün 60 milyon miqyası. 22 iyunda 22 dekabrdan fərqli olaraq A. Şimal və cənub yarımkürələri bərabər işıqlanır. Bu 22 iyuna xas xüsusiyyət deyil, 23 sentyabr və 21 marta aiddir. Cənub yarımkürəsində qış fəsli başlayır. Bəli, 22 iyunda cənub yarımkürəsində qış fəsli başlayır, 22 dekabrda isə yay fəsli. Deməli, cavab B bəndidir. Digər bəndlərə də baxaq. Bakıda ən uzun gecə müşahidə olunur. Xeyr, 22 iyunda müşahidə olunmur, elə 22 dekabrda müşahidə olunur. D. Günəş tropik xətti üzərində zenitdə olur. 22 iyunda da günəş tropik xətti üzərində zenitdə olur. 22 dekabrda da zenitdə olur. Deməli, fərqli xüsusiyyət deyil. Bakı şəhərinə günəş şüaları günorta vaxtı 50 dərəcə bucaq altında düşür. 22 iyunda günəş şüaları günorta vaxtı 50 dərəcəlik bucaq altında deyir, 73,5 dərəcəlik bucaq altında düşür. Cavab B bəndidir. Doğru olmayan fikri müəyyən edin. A. Bütün geoloji vaxt vahidləri baş verən geoloji proseslərlə və canlı aləmin inkişafına görə bir-birindən fərqlənir. Bu fikir tamamilə doğru fikirdir. B. Bərabər aralıqlı kartoqrafik proyeksiyalarda məsafə düzgün verilir, digər təhriflər isə saxlanılır. Bu ifadə də doğrudur. C. Yer kürəsi yaranarkən ağır maddələr mərkəzə yığılmış və nüvəni əmələ gətirmişdir. Bu fikir də doğrudur. Dəmir və nikel kimi ağır maddələr mərkəzə yığılmış və nüvəni əmələ gətirmişdir. D. Azərbaycanın hər nöqtəsində qütb ulduzu 40 dərəcə bucaq altında görünür. Bu fikir doğru deyil. Azərbaycanda yalnız 40 dərəcəlik şimal enliyi boyunca qütb ulduzu 40 dərəcəlik bucaq altında görünür. Lakin digər ərazilərdə isə qütb ulduzu ya 40 dərəcədən böyük bucaq altında, məsələn Lənkəranda qütb ulduzu 40 dərəcədən daha kiçik bucaq altında görünür. Şimaldakı Xaçmazda isə qütb ulduzu 40 dərəcədən daha böyük bucaq altında görünür. Deməli, hər nöqtəsində ola bilməz. Cavab elə D bəndidir. Sonuncuya da baxaq. Gündüzün ilk və son saatlarında ən uzun, günorta vaxtı isə ən qısa kölgə olur. Bu fikir də doğru fikirdir. Cavab D bəndidir. Metamorfik süxurları müəyyən edin. Gips çökmə süxurdur. Qneys maqmatik süxurdan çevrilmiş metamorfik süxurdur. Deməli 2. Yanar şiz çökmə mənşəli yanar faydalı qazıntıdır. 4. Mərmər çökmə mənşəli əhəng daşından çevrilmiş metamorfik süxurdur. 4. Kvarsit qum daşından çevrilmiş metamorfik süxurdur. Bir də 5. Sonuncuya da baxaq. Bazalt maqmatik mənşəli süxurdur, yəni metamorfik süxur deyil. Cavab 2, 4, 5. Günəş şüalarının günorta vaxtı minimum düşmə bucağının düzgün verildiyi məntəqələr. Biz burada verilmiş coğrafi enliklərə günəş şüalarının minimum düşmə bucağını hesablamaq üçün müvafiq coğrafi enliklərin üzərinə qarşı tərəfdəki tropik xəttinin dərəcə qiymətini 23,5-i əlavə etməliyik və onu 90 dərəcədən çıxmalıyıq. Birinci coğrafi enlik 58 dərəcə cənub enliyidir. Biz əgər şimal tropikin dərəcə qiyməti 23,5 ilə toplayıb onu 90 dərəcədən çıxsaq, minimum düşmə bucağının 8,5 dərəcə olduğunu taparıq. Deməli, birinci sıra doğru sıradır. İkincidə 4 dərəcəlik şimal enliyidir. Yenə üzərinə 23,5 gəlib 90-dan çıxırıq və minimum düşmə bucağının günorta vaxtı 62,5 dərəcə olduğunu tapmış olarıq. Üçüncüdə 17 dərəcə cənub enliyidir. 17 dərəcə cənub enliyinin minimum düşmə bucağı verildiyi kimi 73 dərəcə deyil, 49,5 dərəcədir.
Dördüncüdə 43 şimal enliyinin minimum düşmə bucağı 44,5 dərəcə deyir, 23,5 dərəcədir. Beşincidə 26 dərəcə cənub enliyinə 37,5 dərəcə yazılıb. Bu 37,5 dərəcə deyir, 40,5 dərəcədir. Nəhayət sonuncu 61 dərəcəlik şimal enliyinin də minimum düşmə bucağı hesabladıqda üzərinə 23,5-i gəlib 90-dan çıxsa 5,5 dərəcə eləyir. Deməli, bizim cavabımız birinci, ikinci və altıncıdır. Xəritə sxemə əsasən kəsmə yüksəkliyini hesablayın. Xəritə sxemdə iki horizontal var ki, onların üzərində rəqəmlər qeyd olunmuşdur. 135, daxilə doğru isə 105 metr. Biz görürük ki, gölə tərəf hündürlükdə bir azalma var. Biz 135-dən çıxırıq 105-i, qalır 30 metr. Deməli, iki horizontal arasında 30 metrlik fərq var. 30 metrlik fərq var. Onların arasında da horizontallar sayını hesablayaq. 2 horizontal var. Biz 30-u bölsək 2-yə edəcək 15 metr. Deməli, sxemdəki kəsmə yüksəkliyi elə 15 metrdir. Sxemə əsasən A və B məntəqələri arasındakı ən qısa məsafə miqyası 1/22 milyon olan xəritədə 4 cm-dir. Xəritədə neçə kilometr tərif olunduğunu hesablayın. Əvvəlcə gəlin məsafəni miqyasa görə hesablayaq. Ədədi miqyası izahlı şəkildə yazsaq, 1 cm-də 220 kilometr olar. 4 cm-də sadə tənasüblə baxsaq, x bərabər olar 880 kilometr. İndi isə gəlin 40-cı paraleldə 1 dərəcəlik qövsün uzunluğu olan 85,4 kilometrə görə məsafəni hesablayaq. 80-70 aralarında 10 dərəcə var. Biz 10 dərəcəni vursaq 85,4 kilometrə edəcək 854 kilometr. Tərifi hesablamaq üçün 880-dən 854-ə çıxırıq. O da edir 26 kilometr. Cavab 26-dır. Uyğunluğu müəyyən edin. Biz kriptozoy və fanerozoy ionlarına aid olan uyğun xüsusiyyətləri müəyyən etməliyik. A. Kimmeri qırışıqlığı baş verib. Kimmeri qırışıqlığı mezozoyda baş verib. Bu da fanerozoya aiddir. Deməli, 2-yə A uyğun gələcək. B. Arxey və protezoy eralarını əhatə edir. Bu kimmeriyə aiddir. Deməli, B 1-ə uyğun gələcək. Gizli həyat adlanır. Kripto gizli həyat kriptozoya aiddir. C. Perm və Ordovik dövrləri aiddir. Bu fanerozoya aiddir. Yəni paleozoyda olub bu. Nəhayət sonuncu, Lavrasiya və Gondwana parçalanaraq müasir materikləri əmələ gətirmişdir. Bu da fanerozoya aiddir. Deməli, 1-ə B, C, 2-yə A, D, E. Ovalıqda yerləşən K məntəqəsində günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5 dərəcədir. Həmin gün 40 dərəcə şimal enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 26,5 dərəcə olur. K məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 100 dəqiqə irəlidir. Məntəqənin yerləşdiyi materikin sahillərini 4 okeanın suları yuyur. K məntəqəsinin coğrafi koordinatlarını hesablayın. Burada qeyd olunur ki, 40 dərəcə şimal enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 26,5 dərəcədir. Biz 26,5 dərəcəyə günəş şüalarının düşmə bucağını hesablamaq üçün sadə düsturdan istifadə edirik. 26,5 dərəcə bərabərdir 90 çıxılsın 40 dərəcə plus x. Buradan aydın olur ki, günəş 23,5 dərəcə cənub enliyində, yəni cənub tropik xəttində zenitdədir. Yəni aydındır ki, 40 dərəcə şimal enliyi Bakı şəhərinin yerləşdiyi coğrafi enlikdir. Bakıda günəş cənub tropikində zenitdə olanda günorta vaxtı
günəş şüaları 26,5 dərəcəlik bucaq altında düşür. Biz indi günəşin harda zenitdə olduğunu bilirik. Cənub tropikidir bu. İndi isə baxaq 6,5 dərəcəlik bucaq altında hara düşəcək. 6,5 dərəcə bərabərdir 90 çıxılsın x plus cənub tropiki, yəni 23,5. Oradan da x-in 60 dərəcə şimal enliyində olduğunu görürük. Biz artıq K məntəqəsinin coğrafi enliyini tapmışıq. Coğrafi uzunluğu tapmaq üçün qeyd olunur ki, Bakı şəhərinin yerli vaxtından 100 dəqiqə irəlidədir bu. 100 dəqiqəni də biz 4-ə bölsək, çünki 1 dərəcə 4 dəqiqəyə bərabərdir, edəcək 25 dərəcə. Və irəlidə olduğu göstərilir. Bakı şəhərinin coğrafi uzunluğu 50 dərəcə şərq uzunluğudur. İrəlidirsə, şərqə doğru bir artım var. Üzərinə 25 gəlirik, eləyir 75 dərəcə. Deməli, K məntəqəsinin coğrafi koordinatları 60 dərəcə şimal enliyi və 75 dərəcə şərq uzunluğudur. K məntəqəsinin yerləşdiyi materiki və bu materikin yerləşdiyi yarımkürələri yazın. Biz artıq K məntəqəsinin coğrafi koordinatlarını tapmışıq. Bunlar 60 dərəcə şimal enliyi və 75 dərəcə şərq uzunluğudur. Aydındır ki, bu coğrafi koordinatlar Avrasiya materikinə uyğun gəlir. Çünki burada həm də qeyd olunur ki, mətndə məntəqənin yerləşdiyi materikin sahillərini 4 okeanın suları yuyur. Yəni, Avrasiya materiki yeganə materikdir ki, onun sahillərini 4 okeanın suları yuyur. Odur ki, tapşırığın birinci hissəsinə biz Avrasiya yazaq və bu materikin yerləşdiyi yarımkürələri yazın. Avrasiyanın yerləşdiyi yarımkürələr şübhəsiz şimal, şərq və onun cənub, şərq və qərb hissələri də yerləşir qərb yarımkürəsində. Cənub yarımkürəsindən başqa bütün yarımkürələr də yerləşir. 59-cu tapşırığın cavabı Avrasiya, şimal, şərq və qərb yarımkürələri. K məntəqəsi ilə London şəhəri arasındakı yerli vaxt fərqini və bu məntəqəyə günəş şüalarının maksimum düşmə bucağını hesablayın. Məlumdur ki, London şəhəri yerləşir 0 dərəcəlik coğrafi uzunluqda. K məntəqəsi isə 75 dərəcəlik şərq uzunluğunda. Onlar arasında elə 75 dərəcə fərq var. Biz 75 dərəcəni bölsək 15-ə, yerli vaxt fərqinin 5 saat olduğunu müəyyən edərik. Deməli, birincidə 5 saat yazacaq. İkinciyə baxaq. Burada deyir ki, bu məntəqəyə günəş şüalarının maksimum düşmə bucağı 60 dərəcəlik enlikdir. 60 dərəcəlik enliyə günəş şüalarının maksimum düşmə bucağını hesablamaq üçün H bərabərdir 90 minus 60 dərəcə günəşin zenitdə olduğu enlik 23,5 dərəcəlik şimal enliyi. Buradan H bərabər olacaq 53,5 dərəcə. İkinciyə də 53,5 dərəcə yazacaq.